Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Peygamberimiz sallallahu aleyhi ve sellem Hazretlerinin peygamberliğinin en büyük əlaməti olan möcüzələri ki vardır. O möcüzələr hem keçmişdə baş verən hadisələri xəbər verməklə yanaşı, eyni zamanda da gələcəkdə baş verəcək bəzi hadisələri də xəbər verməkdən ibarətdir. Və gələcəkdə baş verəcək hadisələri xəbər verməklə də yanaşı, o gələcəkdə baş verəcək o hadisələrin səbəblərini də izah etməkdədir. Ki o hadisələr nə səbəbdən belə bu şəkili alacaq və belə vüsət alacaq. Cami-ü Səğir kitabında İmam-ı Suyuti rəhmətullah aleyh həzrətləri bir hədis yazıb. İstəyirəm ki, o hədisi bu günləri sizə nəql edeyim. Birinci mətni oxuyuram ərəbcən ki, bərəkətlənmək üçün Peyğəmbər əleyhissalam fəmi şərifindən, mübarək nəfəsindən, dodaqlarından ayrılan sözlərdir. İnşallah hədislərə qulaq asmaq, ehtiram hörmətini tutmaq eyni zamanda ağlımızın da, qəlbimizin də, ruhumuzun şifayab olmağına səbəbdir. Və qoy onun sözlərini eşitməklə qəlbimiz roşən olsun. Və eyni zamanda da mətnin özünü oxuyaq, bölük-bölük olmasın ki, sonra bizim türkçəmizdə mənasını da şərh eləyək, izah eləyək. An Ali radiyallahu anh qal, İmam Ali Allah ondan razı olsun deyir ki, qal Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbərimiz aleyhissalatü vesselam da buyurur ki, İzə fəalət ümməti 15 xaslətən həllə bihəl bələ. إذا كان المغنم دولا والأمانة مغنما والزكاة مغرما وأطاع الرجل زوجته وعق أمه وبر صديقه وجفا أباه وارتفعت الأصوات في المساجد وكان زعيم القوم أرذلهم وأكرم الرجل مخافة شره ve şuribetil humur ve lubisel harir ve tuhidetil qaynatu vel maazif ve la'ana ahiru hazihil ümmeti evvelaha fel yertakibu inde zalike rihan hamra ev khasfen ev meshen. Sadaka Resulullah. Evliyaların sərdarı Cənab-ı Əmir el-Mömin Ali Allah üzünü kəramətli qılsın və Allah Teala ondan razı olsun əbədən daima. Həzrəti Rasulullah Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən belə rəvayət eləyir ki, ümmətim bu 15 şeyi işlədiyində, etdiyində başlarına bəlalar gələcək. O bəlalar da 3 cür bəladır. Hədisin axırında onu da sizə ərz eləyəcəm. Yəni, həm gələn bəlanı xəbər verir və həm də o bəlanın səbəblərini bizə deyir və bəlanın nə olacağını bizlərə bildirir ki, nə bəla olacaq, gələcək. O 15 insana yaraşmayan, insanı insanlıq sifətindən çıxartan xasiyyətini, ağılını, düşüncələrini, həyata münasibətini, baxış bucağını korlayan, insanlıqdan çıxardan o 15 şey nədir? Birincisi budur ki, devləti idarə eləyən kimsələr devlətin əmlakını devlətə yaxın olan çevrələrdə öz əllərində dövr elətdirmələri. Yəni, xalqa gəlib çatmır, xalq ondan istifadə eləməyəcək və xalqın əmlaki, yeraltı, yerüstü sərvətləri, vergiləri və s. devlətə yaxın olan çevrədə dövr eləyəcək. Ancaq özləri ondan mənfəətlənəcəklər. 1. Yəni, bu nəyə səbəbdir? Onu eləyən adamlar, Allah Teala onların bəlasını verəcək. 2. Budur ki, əmanəti qənimət bilib istismar eləmək. Məsələn, bir adama əmanət veriləcək. Bir təşkilata, bir adama, qonşudur, açarını verib qonşuya və yaxud da ki, kimsə kimə
pulunu mu, varını mı, işini mi, neysə əmanət eləyib. Ələ keçən həmin o əmanəti öz mənfəəti kimi, öz xeyri üçün istifadə eləməyə qənimət biləcək. Ya qorxmayacaq ki, bu xalqın əmanətidir, bundan istifadə eləmək olmaz. Ən məşhur rəvayətdir. Məsəl üçün, biz də bəlkə dəfələrlə demişik, Həzrəti Ömərin, Allah ondan razı olsun, yanına gəlir, ona yaxın çevrələrdən birisi, şəxsi məsələsinə əlaqədar, rəvayət uzundur, müxtəsər eləyirəm, böyük şamı söndürüb, kiçik şam yandırır. Ondan soruşanda ki, mən qonağam, niyə böyük şamı söndürdün, kiçik şam yandırdın? O deyir ki, böyük şam devlətin şamıdır. Bu isə mənim şəxsi şamdır. Əgər dövlət işinə qədər gəlsəydin, onu ilə sənə baxardım. Onu istifadə eləyərdim. Sən şəxsi için gəldiyin üçün mən sən üçün öz şamımı yandırdım. Və ya o da ki, Cənab-ı Əlinin radiyallahu anh yanına gəlir və deyirlər ki, biz qohumuq, biz yaxınıq, bizə devlət əmlakından yardım elə, amma müstəhəq olmadıqları halda, yəni onlara düşmədikləri halda sadəcə olaraq qohumluq baxımından, yaxınlıq baxımından Həzrəti Əlinin xilafətindən istifadə edib bir şeylər əldə eləmək istəyirlər. Cənab-ı Əli tutur adamın əlini və əlini tutur şama. Şam onun əlini yandıranda biləyini Cənab-ı Əlinin əlindən çıxarta bilmir. Həzrət Əli buraxır əlini. Deyir ki, qonağa belə eləyirlərmi? Deyir, yandırdı, ağırtdım. Deyir, əlbəttə yandırdı. Cəhənnəmin ateşi bundan daha bətərdir. Mən tutmuş olduğum mövqeydən öz xeyrimdə, sizin necə deyərlər, mənim tərəfdarım olmaq, mənə yaxın olmaq səbəbi ilə rəğbət qazanmaq üçün tutduğum mövqeydən sui-istifadə eləmərəm. Yəni ki, kim olsa da, ticarətdə olsun, bu günləri məsəl üçün nə qədər devlət orqanları var. O imza o imzanı təsdiq eləyir, o imza o imzanı təsdiq eləyir, o imza o imzanı təsdiq eləyir. Gedirsən, məsələn, ev satmaq üçün, ya məsəl üçün bir şey almaq üçün, iki dost özlərinin arasında, məsələn, alqı-satqı bir-birinə pul verirlər, dilə yol notariusdan get, bunu sənədləşdirdi, sabah nə olar, nə olmaz. Bunlar hamısı güvənsizliyin, etibarsızlığın əlamətləridir ki, əlinə düşən kimi o pul öz mənfəəti üçün istifadə edəcək, ondan yararlanmağa çalışacaq. O başa düşmür ki, o istifadə etmiş olduğu, öz yararında əldə etmiş olduğu o gəlir həm özünün, həm də balalarının, nəslinin başına böyük bir bəladır, böyük bir müsibətdir. Bu 15 yaramaz xasiyyətdən, əməldən ikincisi budur. Və üçüncüsü, zəkat verməyini özünə, canına, malına bir xərc, bir əldən çıxacaq bir böyük bir şey kimi zənn eləmək. Hansı ki, zəkat malımızın içərisində əvvəla heç bir şey bizim deyil, Allahındır. Və verilən var da, nə varsa, bu Allah Taala'nın bizə bir imtihanıdır. Əgər Allah Taala da veribsə, bunu geninə boluna istifadə etməyə halal dairəsində Allah Taala bizə icazə verir. Amma bizim əldə etmiş olduğumuz, qazanmış olduğumuz, Allahın əta etmiş olduğu o var dövlət hamısı bizim deyil. Onun içində xalqın, yetimin, dulun, miskinin, zəifin, acizin, möhtacın, fəqirin haqqı vardır. Gərək ki, oradan onun haqqını malından çıxartıb ildə bir dəfə versin. Zəkat bədənin çirkidir, çobanıdır. Görürsən ki, arasında bir yara çıxır, gəlirsən həkimə, onun nəşlərlə yardırırsan, müalicə etdirsən, onu bədəndən təmizləyirsən. Zəkat da onun kimdir? O malın içərisində o yaramaz bir şeydir. Onu çıxartmaq lazımdır. O xalqındır, başqasınındır, o bizim deyil. Hər kim ki onu verəncə xəstələnir, fikirlərə düşür, verməmək üçün hər cür bəhanə düşünürsə, malın içərisində xəstəlikdir, o qalır. Verməyən o 40-dan 1 və ya 30-dan 1 hər nədirsə, məsəl üçün verilməsi lazım olan. Çünki ticarətin öz qayda qanunu var, malın, qoyunun öz qayda qanunu var, əkin biçinin öz qayda qanunu var. Ona riayət olunmadıqda öz malı üçün ziyana düşməyi, əldən verməyin artıq başlanğıcını qoyubdur və öz başına da böyük bir tuzaq qurubdur. Gərək ki, onu versin. Amma nə olur? Verə bilmir. Əli gəlmir. Əli gəlməyən demək ki, bu 3 sayacağım axırdakı bəlanı öz başına ahəngruba kimi, yəni maqnit kimi çəkmiş olur. Və dördüncü, bir ər ki,
arvadının, həyat yoldaşının hər qulluğunda artıq ruhu o qədər incəlib, sevgiyə o qədər giriftar olub ki, düşkün olub ki, arvadının, həyat yoldaşının hər işini, qulluğunu yerinə yetirib, anasına ağ valideynlik eləyir. Demək ki, dördüncüsü bir kişinin qadınına düşkün olması, 15-ci isə anasına üsyan etməsidir. 6-cısı bir adamın dostuna əlindən gəldiyi qədər yaxşılıq eləməsi, 7-ci də atasına əziyyət eləməsidir. Hansı ki, bir ailənin atası, anası o ailənin peyğəmbəri kimidir. Xeyr duasını alsın, İbrahim peyğəmbər öz nəslinə xeyr dua eləyib o nəsildə Muhammed Mustafa Aleyhisselatü Vesselam çıxdığı kimi, Nuh peyğəmbər kimi əgər qarğış alsa evlad özünə, o da məhv olub çıxıb gedəcək. Necə ki, Nuh qövmü məhv oldu. Gələkdir, valideynlər də özlərini peyğəmbər kimi aparsınlar, cığallıq eləməsinlər. Evladlar da gələkdir ki, valideynlərin hər nə olsa da xidmətlərində dursunlar. Yoldaşı ilə özünün arasında da o balansı qoruyub saxlasınlar. Hər kəsəni öz yer, onun da özgəsinin qızıdır. Söz verib Allahın adı, peyğəmbərin şəriətini evə əgər gətirmisənsə, onda incitmək olmaz. Amma ata-ananın yeri müstəsnadır, o başqa. 8-ci, məscidlərdə artıq yüksək səslərdən danışmaq. Da Allahın evi olmaq heysiyyəti olmayacaq. Elə bazarlarda qışqıran kimi, küçələrdə danışan məscidin içərisində də hara qışqırıqla danışıldığı vaxtda. Və 9-cusu, xalqın içində ən ləyaqətsiz, ən şərəfsiz, ən alçaq adamların o cəmaatın, xalqın başına lider olaraq gəlməsi. Evində hörməti olmayan adam gəlir, məsəl üçün, nətər olacaq? Gəlib onlar, məsəl üçün, ağsaqqal olacaq onlara. Və yaxud da ki, Allahla öz arasında özü bilir ki, nətər adamdırsa, qəlbində etiqadı kamil deyil. O özü də bilir ki, bu işə layiq deyil. Amma gələcək dinin başında məscidin məsələn imamı olacaq. Haram yolla, satqınlıqla və s. Yəni, xalqın içərisində ən ləyaqətsiz adamlar o xalqın liderləri olacaq, deyir Peyğəmbərimiz Əleyhisselatü Vesselam. 10-cusu, bir adamın mərdimazarlığından qorxub, o adama yaltaqlanıb işini düzəltmək. Ona heç kim tənbih eləmir, heç kim doğru yol göstərmir. Onu cəmiyyət sıxışdırıb, məsəl üçün, doğru olması üçün, özünü düzəltməsi üçün heç bir tədbir görünür. Əksinə, onun mərdimazarlığından qorxub, onun xidmətində durmaq və işini düzəltmək. Bu da bəlanın o işi düzəltən adamın üstünə. Mərdimazar onsuz da bədbəxt adamdır. Heç Allah mərdimazarı bizdən uzaq eləsin, məhv eləsin. Amma onun da xidmətində durmaq o adama ikiyüzlü ləyaqətsizlik səbəbi ilə ona da bəlanın gəlməsinin səbəbdir. 11-ci, içkilərin içilməsi, sərxoş edici içkilərin yayğınlaşması. 12-ci, ipək paltarların geyinilməsi, vüsət alması. 13-cü, müğənnilərin çoxalması. 14-cü, çalğı alətlərinin sürətlə yayılması. Və 15-ci, bu ümmətin sonradan gələnlərinin əvvəl gələnlərə lənət etməsi. Görürsən, hadisə olub da qutarıb, üstündən illər keçib, tarix elmdə qeyri-dəqiq elmdir. Harada, məsəl üçün, tarixi məsələlərdə bir incə nöqtə var, oranı həssaslaşdırıb və ondan istifadə eləyirlər ki, neynəsinlər? Məsəl üçün, səhabələri lənət eləsinlər və yaxud da ki, ondan istifadə eləyirlər ki, evliyalara lənət eləsinlər, səhabələrin məqamını alçalsınlar. İstəyirlər ki, buyurun gəlin, səhabələrin məqamını alçalsınlar və yaxud da ki, evliyaların məqamlarını alçalsınlar və lənət oxuyub onların şəxsiyyətlərini zədələmək istəyirlər. Əgər ki, deyir, bu işlər belə olsa, Peyğəmbər Əleyhisselatü Vesselam buyurur ki, 3 dənə bəla gələcək mənim ümmətimin üzərinə. Hansılardır? فَلْيَرْتَقِبُوا عِنْدَ ذَٰلِكَ رِيحًا حَمْرَاء. Birincisi budur ki, bir dənə
qırmızı yel gələcək. Bu qırmızı yel nədir? Sən görürsən ki, adamlardır, deyirsən ki, malın zəkatını vermək lazımdır və s. Biraz xəsislik eləyirlər verməyə. Amma və lakin üstündən bir il keçir, ağac da var. Biz Quballar demiş ki, bəhl ağacı, gilas ağacı, hamı da gözünü tikib ona ki, o nəsə olacaq. Və üstündə meyvəsi də var, gül də tutub, filan da olub. Deyirəm ki, bax, maşallah, bunun da zəkatını vermək lazımdır. Səs çıxmır, bir deyirəm, iki deyirəm, səs çıxmır. Çünki vermək istəmir. Sonra nə oldu? Bir günün içərisində yel vurdu, bütün meyvələr ağacın üstündə bürüşüb qaldılar. Və heç nəyə yaramayan bir heç dərman pulunu çıxarta bilmədilər. Yəni, necə ki o, tutalım ki, tumlu meyvələri, çerdəkli meyvələri bir gecədə olan o yel isti məhv elədi. Allah-u Teala, o böyüklər deyirlər, başqa bir misal deyim. Deyir ki, ağacda almalardır, sentyabr aydır, ümidimiz var ki, hər şey yaxşı olacaq. O Sovet devrində olan 80-cı illərdə olan hadisədir. Bir günün içərisində 1 saat elə isti oldu ki, meyvələr ağacda bişdilər. Meyvələr ağacda bişdilər və onlar elə gətirə bilmədilər. Bunun kimi də Allah Teala bir gün və ya 1 saat elə bir isti verər ki, bütün bulaqlar quruyar. Və yaxud da ki, bütün meyvələr xarab olar, bütün sular quruyar. İnsanlar əllərində, banklarda, evlərində yatır olan pulları, qızılları tökələr ortalığa, bir stəkan su tapmazlar ki, içsinlər. Belə bir qırmızı rih, külək olacaqdır. İkincisi, əv həsqən. Bu da nədir? Yerə batma hadisələri olacaq. Bilirsiniz, dünyada bu dəqiqə çox maraqlı hadisələr olur. Biz də izləyirik. Dünyanın müxtəlif yerlərində oyuqlar əmələ gəlir. Kilometrlərlə torpaq batır yerə. Və bunun kimi yerə batma hadisələri olacaq. Və üçüncüsü də əv məsxən. İnsanlar onsuz da bu 15 günahı eləyəndə öz simalarını daxilən itirib, bəziləri canavar kimi, bəziləri şir kimi, bəziləri meymun kimi öz ləyaqətlərini itirəcəklər belə olduqda və bu daxili aləmlərini belə itirdikləri kimi öz zahiri surətlərində itirmiş olacaqlar. Bir də baxıb görəcəklər ki, insanlar insan simasından çıxıblar. Baxırsan, görürsən ki, bu heç insana da oxşamır bu adam. Demək ki, Həzrəti Peyğəmbərimiz əleyhissalatu vəssalam möcüzə olaraq bizlərə gələcəkdə belə hadisələrin olacağını xəbər verib. Həm hadisələrin nədən olduğunu, səbəbini bizlərə izah eləyir. Səbəbi nədir? Həm bəlanın özünü bizə izah eləyir ki, hansı bəlalar bu belə olduğu vaxtda, bu 15 günah işləndiyi vaxtda ümmətin başına gələcəksə. Təmənni edirəm Cənab Allahdan ki, Allah Teala abur həyamızı əlimizdən almasın və doğru yolda olanlardan eləsin. Simamızı itirməyək, ləyaqətimizi itirməyək. Qapıya gələn Kərbəlayı İsmail demiş ki, fərqi yoxdur, kimdir, dostdur, düşməndir. Biz gərəkdir ki, sırat-əl müstəqimdən ayrılmayaq, öz ləyaqətimizi itirməyək. Esselamu aleykum və rəhmətullah.